Bax, hər zaman demişəm, bu dəfə də deyirəm, bundan sonra da deyəcəm. 3 motor F15-lər gözəldir, benzin motorlar. Yəni 2 plug-in hibriddənsə mənim məsləhətim 3 motor N55-dir. Bu avtomobil BMW X5-dir, F15-dir, 3 motordur. N55 mühərrikdir. Yaxınlaş bura. Deməli, bu avtomobildə biz bir neçə işlər gördük. Yaxınlaşdı yanımıza, avtomobil sahibi deyir ki, bunu check-up yoxlanış elə, gör mühərrik ilə bağlı nə problem var. Yoxlanış elədik və bu avtomobildə aktiv valvatronik xətası var idi. Valvatronik və beyin problemi var idi bu avtomobildə. Bu isə yəni sonradan böyük bir fəsadlar yarada bilir. İndi mən qısa olaraq danışacağam. Var xəstəliyi. Hə, bax Talib usta da, bax Talib usta, sənə bir sual verim, adi. Bax bu videonun sonuna qədər izləyin. Bu 3 motor N55-də ən çox problem nədir? Valvatronik, beyin. Valvatronik tək dəyişmə. Valvatronik yanır, beyni yandırır. Beyin özündən yanmır da, valvatronik yanandan sonra beyni də yandırır. Adətən ikisi bir vaxtda dəyişilməlidir. Baxın, biz bu avtomobildə bu üstdən çıxan valvatronikdir. Bütün iş prosedurunu avtomobil sahibinə çəkib göndəririk və bundan olaraq da kameranın altında işləyirik, yəni tam şəffaf formada. Yeni gələn orijinal valvatronik'i də bağladıq üzərinə, üst qırışqa söküldü və buna görə də üst qırışqa sökülməlidir, üst qapaq hissəsi yəni sökülməlidir. Üst qapağı da sökdük, ideal vəziyyətdə yuduq, təmizlədik və prokladkasında orijinal BMW qrupla qoyduq, üzərinə yerləşdirdik, avtomobil sahibinə də videosunu çəkdik, göndərdik. Gələn ehtiyat hissəsində, çıxan ehtiyat hissəsində hamısını detallı formada göndərdik. Əziz 3 motor sürənlər, zəhmət olmasa, vaxtı-vaxtında öz ustamıza yaxınlaşın. Öz ustamız yoxdursa, ən azından yaxınlaşın bizim servisə. Yəni, bunu deməkdə məqsədim ona var ki, sabahsı bu problem sizin başınıza gəlməsin. Ki, sabahsı beyninlə, valvatroniklə bağlı problem olanda həm bunun ehtiyat hissəsi çox çətin tapılır beynin, həm də ki, valvatronik mexanizmi işlədən həmin bu qurğub gördüyünüz bu valvatronik sistemi, bu çox bahalı bir detaldır. Yəni, sabahsı çox böyük bir xərcə düşməməkdən ötürü vaxtı-vaxtında avtomobilinizi yoxlatdırın. Təşəkkürlər, izləmədə qalın.